Biz bu günləri İslam dininə nəzər salanda İslam dini nikbinlik prinsipini genişləndirir və İslam dini qəlblərə iman toxumu səpməklə öz tərəfdarları arasında nikbinlik, qarşılıqlı etimadı gücləndirmiş və ictimaiyyəti asayiş, sülh, əmin-amanlıq əsasında meydana gəlmiş bir mühitə dəvət edir. Baxın Peyğəmbər əleyhissalamın həyatına. Həzrət Məhəmməd əleyhissalam o qədər yüksək əxlaqi xüsusiyyətə malik idi ki, münafiqlər onu sadəlik və sadəlövlükdə ittiham edirdilər. Yəni bu gözəl xüsusiyyəti mənfi, xoşagəlməz şəkildə təqdim edib insanlara çatdırmaq istəyirdilər. Deyirlər, əlində əsaslı dəlil olmadan, sübut olmadan kimsə digərini hər hansısa bir əməldə ittiham edib ona qarşı qərəzli mövqe tutmamalıdır. Artıq burada nikbinliyin müsbət nəticələrindən biri budur ki, insanların mehr-məhəbbətini qazanmaq, insanların sevgisini qazanmaq. Həzrəti İmam Əli Nəhcül Bəlağəsində deyir ki, hər kim cəmaət barəsində, insanlar barəsində yaxşı fikirdə olarsa, onların mehr-məhəbbətini qazanar, onların sevgisini qazanar. Başqa yerdə deyir ki, başqalarının hüsn zənnləri ilə hərəkət etməyin. Əgər digərlərinin sizlərə qarşı hüsn zənnləri varsa və bu hüsn zənnləri öz rəftarınızla aradan aparmayın. Yəni onları bədbinçiliyə çevirməyin. Ona görə də İslam müqəddəslərinin hədislərində tövsiyə olunur ki, insanlara daha çox Allaha dua etsinlər.